Qanunvericiliyə əsasən qaz, su və elektrik enerjisinin talanmasına görə məsuliyyət vurulan ziyanın miqdarına görə müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 282-ci maddəsi təbii qazın, elektrik enerjisinin istifadə qaydalarının pozulması ilə yanaşı onların talanmasına qarşı tədbirləri nəzərdə tutur. Bu maddəyə görə qazın, işığın talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə fiziki şəxslər, yəni sadə vətəndaşlar 100 manatdan 150 manata qədər, vəzifəli şəxslər 800 manatdan 1000 manata qədər, hüquqi şəxslər, yəni MMC müəssisə rəhbərləri isə 2000 manatdan 2500 manata qədər məbləğdə cərimə edilirlər. Həmçinin su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması nəticəsində az miqdarda ziyan vurulmasına görə isə fiziki şəxslər 200 manatdan 400 manata qədər, vəzifəli şəxslər isə 1000 manatdan 1500 manata qədər, hüquqi şəxslər isə 2500-3500 manat məbləğdə cərimə edilirlər. Burada az miqdarda dedikdə 5000 manatdan yuxarı olmayan talama, yəni ziyan vurmalar nəzərdə tutulur. Bu məbləğdən yuxarı miqdarda talama isə cinayət məsuliyyəti yaradır. Cinayət Məcəlləsinə görə təbii qaz, su təchizatı, elektrik şəbəkələrinə qanunsuz qoşulmaqla bu resursların talanması, bu əməllər xeyli miqdarda 5000 manatdan yuxarı, lakin 50.000 manatdan artıq olmayan məbləğdə törədənlərində deməli 2000-4000 manat cərimədir. Bu əslində qanunvericiliyin boşluğudur. Baxın, 5000-dən 50.000-ə qədər ziyan vurursan və nəticədə sən 2000-dən 4000 arasında cərimə ödürsən. Yəni, bu əslində sərfəli variantdır da. Mən elə gedib suya, havaya qoşularım və yaxud da işığa, 50.000-lik pulsuz işıq işlədərəm və nəticə olaraq 2000 cərimə ödəyərəm. Nəinki gedib, belə deyək də, 50.000 işıq pulu verənə qədər. Yəni, bunun özü qanunvericiliyin boşluğudur. Məsələn, 500.000 manatdan yuxarı olan məbləğdə ziyan vurmaqla törədiləndə 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə var. Yəni, bu əslində bir daha qeyd edirəm, şəxsən mənim fikrimə görə qanunvericiliyin, dəyərli izləyicilər, boşluğudur.